Asan Xidmət Zirvə İdarəçilik Marafonuna start verdi. Zəfər İdarəçisinin rəhbərlik vizyonu və ənənələri layihəsinin açılış mərasimi keçirildi. Layihə Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Asan İnnovativ İnkişaf Mərkəzi tərəfindən reallaşdırılır. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə tədbirin əhəmiyyətindən danışdı. Əsas məqsəd Cənab Prezidentin strateji idarəetmə, strateji vizyonunun tədqiq edilməsi, araşdırılması və zirvə marafonuna qoşulan dövlət və özəl sektorda çalışan idarəetmə mənsublarına bu idarəetmənin ayrı-ayrı komponentlərinin təlim edilməsidir. Və bugün artıq 150-dən çox dövlət və özəl sektor və əməkdaşlar bu marafona qoşulublar və qarşıdakı aylar ərzində qeyd etdiyim kimi zəfərə aparan yolda Azərbaycan Prezidentinin strateji vizyonunun və strateji idarəetməsinin bir yerdə, birlikdə tədqiq edilməsi, araşdırılması və təlim edilməsi, onun təcrübəsinin öyrənilməsindən ibarətdir. Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov isə Asan Xidmət və sözügedən layihə ilə bağlı fikirlərini belə ifadə etdi. Həqiqətən də ölkəmizdə həyata keçirilən siyasətin mühüm uğurları sırasında islahat olaraq əhəmiyyətli yer tutan və insanların məmnunluğuna əhəmiyyətli təsir göstərən islahatlardan biri də ölkəmizdə Asan Xidmətinin yaradılması olmuşdur. Və güman edirəm ki, bu islahat müasir Azərbaycanın bütövlükdə yaşamaq fəlsəfəsini, inkişaf fəlsəfəsini özündə aydın şəkildə əks etdirir. İnanıram ki, həyata keçirdiyiniz bütün layihələrin uğurlu olduğu kimi bu layihədə uğurlu olacaq və mən də bu layihənin uğurlu olması ilə əlaqədar arzularınızı çatdırmaq istəyirəm. Tədbirdə Prezident İlham Əliyevin zəfər siyasətinə həsr olunmuş, idarəetmə və liderlik mövzusunu əhatə edən, eyni zamanda Asan İnnovativ İnkişaf Mərkəzinin fəaliyyətinə dair video çarxlar nümayiş etdirildi, təqdimat baş tutdu. Sonra idarəetmədə yeni çağırışlar mövzusunda panel müzakirələr reallaşdırıldı. Layihəyə əsasən 6 may, 6 iyul tarixlərində müxtəlif dövlət və özəl sektordan olan 150 rəhbər şəxs dövlət rəsmiləri ilə təcrübə mübadiləsi görüşlərində və idarəetmədə innovativ liderlik bacarıqları mövzularında təlimlərdə, Asan Xidmət təcrübəsi ilə tanışlıq tədbirlərində iştirak edəcək. Həmçinin işğaldan azad edilən ərazilərə infoturlar təşkil ediləcək və təəssüratlar toplusu onlayn kitabı nəşr olunacaq. Qeyd edək ki, layihənin sponsorları Veyseloğlu Şirkətlər Qrupu, Paşa Kapital, tərəfdaşları Başkənd Restoranlar şəbəkəsi, Asan Könüllüləri Təşkilatı, media tərəfdaşı isə Asan Radio və TV-dir.